Yaxın günlərdə havanın temperaturunun daha da artacağı və bəzi yerlərdə 36 dərəcəyə qədər isti olacağı bəlli oldu. Bəs bu istilərdə dincəlmək üçün hara üst tutmalı? Kimisi yol xərcinin azdığına görə yerli bölgələrin dağlıq kurortlarına üstünlük verir, kimisi isə eyni büdcəyə daha geniş xidmət paketi tapmaq üçün xarici turlara yönəlir. Əməkdaşlarımız yay mövsümünün ən çox verilən sualına cavab axtarıblar. Azərbaycanda dincəlmək daha sərfəlidir, yoxsa sərhədlərdən kənarda? Yay mövsümünün başlaması ilə istirahət planları da aktuallaşıb. Kimisi xarici ölkələrə üst tutur, kimisi də bölgələrə. Amma seçim etməzdən əvvəl bir sual hər kəsi düşündürür. Azərbaycanda dincəlmək daha sərfəlidir, yoxsa xaricdə? Azərbaycanla xariciyə baxanda xarici daha qiymətləri üstün gəldi ki, daha xeyirli gəldi, sərfəli gəldi. Amma Azərbaycanda daha bahaya gəlir biraz. Mən özüm tək gedirəm. Məsələn, Naftalana gedirəm, sonrası Qubiyə gedirəm, gedirəm, gəzirəm özümsə. O mənə sərf eləyir. Mütəxəssislər deyirlər ki, bu müqayisəni yalnız otel qiyməti ilə aparmaq düzgün deyil. Çünki yekun xərcə nəqliyyat, qidalanma və əlavə xidmətlər də təsir edir. Qiymətlər hətta Azərbaycandakı ən yüksək səviyyəli otellər və istirahət məskənləri ilə müqayisədə, tutaq ki, Türkiyədə və digər ölkələrdə olanlar da eyni olsa da belə, burada arada bir fərq var ki, ölkənin daxilində aviabilet tələb olunmur. Yəni, bu baxımdan aviabiletlərin çox kifayət qədər yüksək olması çox ciddi fərqin yaranmasına səbəb olur. Turizm şirkətlərinin təklifləri də göstərir ki, eyni kateqoriyalı otellərdə qiymətlər bir-birinə yaxındır. Fərq isə paketin məzmununda yaranır. Batumi şəhərinə gedişdə 3 gecəlik səhər yeməyi daxil və 2 nəfər qalma otelin ərazisindən istifadə etmək, əyləncə mərkəzləri və spa mərkəzlərindən istifadə etmək. Bu 2 nəfər üçün 3 gecə 1200-1500 manat aralığında dəyişən qiymətlər mövcud. Eyni kateqoriyada olan otellər bölgələrimizdə, şimal bölgəsində 5 ulduz otellər 3 gecəlik səhər yeməyi daxil 2 nəfər qalma və otelin ərazisindən istifadə eləmək. 2 nəfər üçün 1100-1500 manat aralığında dəyişən qiymətlər təklif olunur. Otellərin belə deyək, daxilində olan yaşam məsələlərini təklif etdiyi, təqdim etdiyi qiymətlər aşırı dərəcədə bahadır. Bu da təbii ki, belə deyək, xaricə satılan ekonom büdcəli tur paketlərinin qiymətini üstəlir. Turizm üzrə ekspert isə hesab edir ki, insanların xarici istiqamətlərə marağı yalnız qiymətlə bağlı deyil. Ölkə xaricində turizmlə bağlı daha çox təkliflər var, daha çox seçimlər var, daha çox vaxtlarını səmərəli keçirmək üçün daha çox turizm məhsulları çeşidliyi daha çoxdur. Təbii ki, qısa zamanda və çox da vaxt sərf eləmədən istirahət etmək istəyənlər isə ölkə regionlarına səfərlər edirlər. Dövlət Turizm Agentliyindən isə bildirilir ki, daxili turizmin daha cəlbedici olması üçün regionlarda xidmət keyfiyyətinin artırılması, yeni turizm istiqamətinin yaradılması və infrastrukturun inkişafı üçün işlər davam etdirilir. Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turistik kənd layihəsi icra olunmaqdadır. Bəzi turizm kəndlərinin müəyyənləşdirilmişdir ki, orada da bugünkü gün layihələndirmə işləri aparılır. Gələcəkdə maliyyə vəsaiti açılacağı təqdirdə o kəndlərin turizm məqsədi abadlaşdırılmasına planlaşdırılır. Əsas məqsədimiz hər il yeni destinasiyaların, yeni məntəqələrin müəyyənləşdirilməsi və daha çox regionlarda bu istiqamətdə əhali arasında məşğulluğun artırılmasına töhfə verilməkdir. Beləliklə, xarici turlarda daha zəngin xidmət paketi təklif olunsa da aviabilet xərcləri artırır. Daxili turizmdə isə əksinə, yol xərci azdır, lakin əlavə xidmətlər və qidalanma ümumi məbləği yüksəldə bilir. Maya Sabir qızı, Rizvan Əkbərli, İTV Xəbər.